Salam, bugün sizinlə 7-ci sinif kimya dərsliyindən 4.3 həll olmaya təsir edən amillər bölməsindən suallara baxaq. Səhifə 80-də. Öyrəndiklərinizi tətbiq edin hissəsindəki suallardan başlayaq. Qrafikdən istifadə edərək aşağıda verilmiş sualları cavablandırın. Alüminium nitratın 30 dərəcə Selsidə 100 ml suda həll olmasını qramla müəyyən edin. Bax görək, alüminium nitrat gördüyünüz bu mavi rəngli baxın. Ox alüminium nitrata aid 30 dərəcə Selsi deyir. 30 dərəcə Selsi də buradadır. Görürsünüz bu nöqtəyə. Baxın 30 dərəcə Selsi buradan getdi. Bu nöqtəyə uyğundur. Həll olması qramla ifadə edin deyir. Bu 80-dən biraz yuxarıdadır. Bu 10-un artırımı görəsən yoxsa 85? Bu boz xətləri çözməyə çalışıram. 1, 2, 3, 4, 5. Arada deməli 20 fərq var. 4 artır bunu deyək. Bu 84-ə uyğun gələr. Hər halda bu da ortadadır. 82 qrama uyğun gələr bu. 82 qram deyək. Baxın 100 ml suda həll olan maddənin kütləsidir. Yəni bu ox riyaziyyatdan da keçir sizdə XY oxu. Bu Y oxu 100 ml suda həll olan maddənin kütləsini bildirir buradakı ədəd. Bunu tapdıq 82-yə. 82-yə yox, hə bu aşağıdakı. Hə bura 84-dür. 82-yə uyğun olar. Belə qrafik kimi çəksək 30 dərəcə Selsidə ona uyğundur. B-yə baxaq, təqribən hansı temperaturda amonium xlorid və kalium nitratın həll olması eynidir? Əvvəlcə amonium xlorid əyrisini tapaq və kalium nitrat. Kalium nitrat əyrisi də bu yaşıl rənglidir. Deməli, biz baxacaq çəhrayı ilə yaşıla. Həll olma eynidirsə, burada bax, toqquzma nöqtəsi görürsünüz. Görürsünüz, çəhrayı və yaşıl bu nöqtədə toxunur bir-birinə. Yəni, bu nöqtədə bunların həll olması eynidir. Bu da təxmini baxaq görək, hansı temperatura düşür. 20-30 aralığı. Burada da 1, 2, 3, 4, 5. Bu da 2-2 artı gedir. Bura 22, bura 24. 24 dərəcə Selsi hardasa düşər. C-yə baxaq. 40 dərəcə Selsidə maddələrə həll olma qabiliyyətinin artma sırasıyla düzün. 40 dərəcə Selsiyə uyğun olaraq biz bu xətti təqib edək. Burada deməli, ən çox hansının həll olması yüksəkdir? Həll olan maddənin yəni kütləsi çoxdur burada. Alüminium nitratda yüksəkdir də. Artma sırasına yaz deyirsə, deməli, aşağıda baxın, sarı rəngli xətti görürsünüz. Birinci kalium xlorid gəlir. Kalium xlorid. Sonra gəlir amonium xlorid. Sonra gələn kalium nitratdır. Ən sonda isə ən yüksək olan, həll olması ən yüksək olan alüminium nitratdır. Bu da oldu C bəndinin cavabı. D-yə baxaq. Kamran 200 qram suda 80 qram kalium xlorid həll etmək istəyirsə, o suyu ən azı hansı temperaturda qızdırmalıdır? 200 qram su deyir, 80 qram kalium xlorid həll etmək istəyir. Bizdə baxın, cədvəl nəyə uyğun verilib? 100 ml suda da, yəni 100 ml suyun millilitr onun qramına bərabərdir. Çünki sıxlığı 1-ə bərabərdir də, 1 qram bölünsün millilitrdir. Bunu belə həll edə bilərik. Deməli, 200 qram suda 80 qram kalium xlorid həll eləyirsə, bəs 100 qramda nə qədər həll olunmalıdır? Buna deyəcək X. Bu tənasübü həll eləyək. Bu deyir 40 qram. Deməli, biz nəyi tapmalıyıq? Bu kalium xloridin
40 qram həll olunduğu hissəni tapmalıyıq ki, bu da gəlir, düşür, deməli, toqquşma nöqtəsini tapırıq. Baxın, bu nöqtədə kalium, kalium xloriddir, üzr istəyirəm. Kalium xloridin, burada baxın, kalium xlorid deyir ona görə. Deməli, 200 qramda 80 qram kalium xlorid həll etmək soruşur bizdən. Bizim isə buradakı qrafik 100 ml suda həll olan maddənin kütləsini göstərir. Ona görə biz əvvəlcə 100 ml-də nə qədər həll olar onu tapdıq. 40 qram həll olar. 40 qramın həll olduğu temperaturda isə kalium xlorid əyrisinin, yəni bu sarı rəngli gedən əyrinin toqquşma nöqtəsini tapdıq. Hansı temperatura düşür? Bu da bura uyğundur. 2 artdığına görə bu nə olacaq? 42, 44, 46. 46 dərəcəyə qədər qızdırmaq lazımdır bunu. Y bəndinə baxaqlayırıq. 40 dərəcə Selsidə 500 qram suda ən çox neçə qram alüminium nitrat həll edə bilər? Aha, biz bu hissəni silim. Şimdi bunun həllini burada yaza bilək. Var da biraz təmizləyək. İndi davam eləyək. Deməli, 40 dərəcə Selsiusini istəyir bizdən. Bu, burada temperaturda 40 dərəcəni tapdıq. 500 qram suda ən çox neçə qram alüminium nitrat deyir. Alüminium nitrat görək, 100 ml suda 40 dərəcə Selsiusdə nə qədər həll olur? Bu nöqtəni tapdıq. Alüminium nitrat deyir. Bu nəyə uyğundur? 84-ə uyğundur bayaqçı kimi. Deməli, buradan tapırıq ki, 100 ml suda 40 dərəcə Selsiusdə 84 qrama həll olur. 500 qram suda nə qədər həll olar? 500 qram su, 500 ml su demək deyirəm. Burada x yazaq, tənasüblə həll edək. 5 vur 84. Deməli, 5 4-üm 20, 5 8-im 40, 420. Demək ki, 420 qram alüminium nitrat həll edə bilər. Sonra, baxaq öyrəndiklərinizi yoxlayın hissəsinə uyğunluğu müəyyən edin deyir. Suda həll olan maye maddə. Maye yağ suda həll olunur. Amonyak qaz halındadır, qum bərkdir, etil spirti. Bəli, etil spirti suda həll olur. Suda həll olmayan bərk maddə. Bu quma uyğundur. Burada şəkər var. Bəlkə o suda həll ola bilir. Suda həll olan qaz deyirsə, bu amonyak uyğundur. Amonyak suda həll ola bilən qazdır. İkinci cədvələ baxaq. Cədvəlin hansı sətirlərinə bu işarəsi düzgün yazılmışdır? Təbaşir suda həll olmayan mayedir deyirsə, yanlışdır. Bunu götürürük. Bu düzgündür. Etil spirti suda həll olan mayedir. Doğrudur. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. Doğru yazılıb. Temperaturu artırırsa karbon qazının suda həll olması artır. Deyirsə, yanlışdır və yanlış da yazılıb. Çünki qazlarda deməli temperaturu artırdıqda qazların suda həll olması artmır, əksinə azalır. Təzyiqi artırdıqda oksigenin suda həll olması artır deyirsə, bəli, artır. Təzyiqi artıranda qazların suda həll olması artacaq. Amma burada yanlış da qoyub, ona görə səhvdir. Temperaturu artırdıqda xörək duzunun suda həll olması artır deyirsə, bəli, doğrudur. Temperaturu artıranda bərk maddələrin suda həll olması artır. Bu da düzgündür. Səhv olan sadəcə D bəndi idi. Bu qədər, sağ olun.